dostlar, şimdi mən Roş. Bugün çox qeyri-adi bir video ilə sizin qarşınızdayım. Bax, gördüyünüz kimi bu zapını Zaporojets tam adı belədir, yeni yığdırmışam. Nə az, nə çox, 20.000 AZN, yəni 20.000 manata. Bax, bu zapını biz ərsəyə gətirib çıxarda bilmişik. Və yanımda ondan bilmirəm nə qədər sıfır çox, bir 5-6 dənə sıfırı çox olan Ferrari var yanımda. Hansı ki bu Ferrari'nin də qiyməti nə az, nə çox 200.000 dollardır dostlar. 20.000 manatlıq Zaporojets 200.000 dollarlığa özdə Ferrari'yə qarşı görək hansı daha üstündür. Getdik. Okay, let's go. İstəyirəm ki, ilk öncə biz Ferrari'ni incələyək. Bizim bu modelimiz 458 İtaliya adlanır. Bilirəm ki, hamımıza Ferrari'nin necə xoda düşdüyü və səsi maraqlıdır. Sadə bir şəkildə, eləcə belə bir tipik bir açarı var, üstünə Ferrari logosu ilə. Açarı fırladırsınız. Zamoka açandan sonra burada Engine Start düyməsini görürsünüz. İndi isə motorumuzu söndürək və görək ki, bu səsi, bu küyü, bu at gücünü bizə nə verir? Kapotumuzun altında bizi qarşılayır 4-5 motor və 600 yaxın at gücü, lap dəqiqdir, 581 at gücü bax bizə bu sürəti verir. Necədir? Yaxşıdır. Amma mənim zapının motoru ondan da güclüdür. Deyəcəksiniz, qala bu zapıda nə var? Nə yoxdur zapıda, qaqaş. Zapıda nə yoxdur? Davam eləyək. Zapını incələyək. No mercy, no mercy. Bu Ferrari o deyil də. Bu İtalyanlar nə bilir Ukraynalılar kimi maşın buraxmağı. İndi bir dənə zapını xotlayaq. Fərqə baxın da. İndi isə keçək, bax bu canavarın təqdimatına. Новых автомобилей «Запорожец». Новая модель значительно отличается от старой. Не правда ли? Красивая машина. Hamımıza bilirəm bu dəqiqə sual marağıdır ki, nə qədər pul qoyulub bu zapıya? Aşağı yuxarı ən azı 20.000 manat gedib. 20.000 manatlıq zapı bizə nələri verir? Amma öncə istəyirəm sizə təqdim edeyim zapının yaradıcısı. Qardaş, bax bu kişi düzəldib bu zapını. Mənim azgimi xarab eləməyin. Roş, biz də istəyirik belə zapı. İstəyirsiniz? Nömrəsini qoydum bura. Zəng eləyin. Bura qəliyə zapıdır. Bir də zapılara bax. Qardaşım, Roşun üzünə nə elədir? Bu zapını yığmaq üçün 3 dənə zapı doğramışam mən. 3 dənə tumbul kimi zapını. Zapçaslar tapılmırdı. Tumbul kimi zapları doğrayırdıq da. Hansı zap? Wrangler faralarımız, bomba kimi. Disklər 13'lük təmiz orijinal Future diskləri və onun üzərində Formula Vitor təkərləri. Qardaşım, bu disklər hələm zapıya getmirlər. Ancaq sırf bunu yığmaq üçün biz bir dənə Prioranı, aşmış Prioranı doğramışıq. Ustanovka eləmişik bu maşının üstünə. Bütün tormuz. Bir sözlə, bütün peredok başdan ayağa Prioraya yığılıb. Bilirəm, indi hamımıza marağıdır ki, bu kapotun altında nə motoru yatır. Bir neçə saniyədən sonra bu yatmış canavarı sizin üçün oyadacağım. Təbii ki, bu boyda zapıya pul qoyasan, salonu yığmayasan, bu ayıb olar. Bütün quruq pərdəmiz, şəhərdə belə sürməsiydi, pərdəmiz varımızdır da. Keçək salona. Rulumuz Momo ruldur. Maşın start-stopla, hətta beyin yazılmış lazer açarla xoda düşür. Avtomobilin istiliyi, toku, bir sözlə bütün hər şey bu elektron priborda öz əksini tapır. Aparaturasız olmaz, içindən çıxan monitor və səs sistemi. Belki bir gün gelecek yüzünden
musiqim özünə. Salonumuz Infinity dəri oturacaqlar, dam isə F10'dur. Bu güzgüdən heç bir zapın üstündə görə bilmərsiniz. Çünki xüsusi sifarişlə Ukraynanın bayrağına uyğun olaraq Ukraynadan zakaz olunub və təmiz karbondur. Yan qapının kantları isə Niva ilə əvəz olunub. Arxa krel 8 barmaq kəsilib və fenderlə yığılıb. Dayanıyıq. Keçək motora. Getdik motorxanaya. Normalda dostlar burada karbürator olur, amma biz bu sistemi tamamilə dəyişmişik. Necə? Karbürator əvəzinə xüsusi sifarişlə həm karbürator rolunu, həm də turbo rolunu icra edən belə bir sistem bura yığılıb. Hansı ki, bu da onun hava filtrlarıdır. Bu sistem nə işə yarayır? Azər, göstərək. Göstərək qardaşım. Burada isə bizdə nitro var dostlar. Nitronu buradan açdığımız zaman və indi sizə nümayiş etdirəcəm. Salonda bir düymə var. O düyməni bastığımız anda buradan, indi mən bunu bağladım. Buradan nitro bu turbo vasitəsilə daxil olur. Bizim yığılan bu sistemin belə deyək içinə. Onun içindən daxil olur kollektora, düzdür? Və bu maşına bir anda o Farsat kinosunda var ya, o cür bir effekt verir. Quşu çeldən alovda dəlixana olur da. Burada bildiyimiz zapının ürəyə gedir. Bütün Valı, Porsche'ni hamısı bu turbo nitro sistemə uyğun olaraq dəyişikliklər olunub, yonulub, nə bilim, o mən bilmərəm, onu təbii ki ustalar bilər. Məndən ancaq pul çıxıb da uşaqlar, amma əziyyətini bu kişilər çəkib. Ragim usta ilə Azər ustanın bircə belə deyək, əziyyətinin belə deyək, bəhrəsidir. Neyək? Xotlayaq maşını, görək bu canavarın gücünü. Hə Azər? Davay, xotlayaq. Qoş, baba qoca olsa da dəyər min cavana. Mikronu aç bir dənə. Dostlar, ürəyiniz kimi istəyir, gətirin. Lüboy vazla, istəyir stok olsun, istəyir stok olmasın. Priora, nə ürəyiniz istəyir də, söhbət vazdan gedir. Da gedib mən M6 zaz gətirməyim. Lüboy oğlanla açardan sürməyə hazıram. Kim istəyir mənə taq eləsin bu videoya, gəlsin sürək. Hələ qəşəng videolar gələcək, sürüş videolarımız, VS videolarımız. Amma bu zapını hədiyyə olaraq qazanmaq istəyirsinizsə, birinci mənim bir də YouTube kanalıma abunə olun. Bax, bu qədər əziyyət çəkirəm. Abi, nə var 500 min abunə olacaq? Ala biz. Abunə oldunuz, əlləriniz dərd görməsin. Sizə bir şad xəbərim var. Hər həftənin 3-cü, 5-ci, bir də bazar günləri, gün orta saatlarında bir 2-də, 3-də zadda var belə. TikTokda Roş altdan xət live. TikTok səhifəmə takib atın ki, TikTokda canlı yayım açacağam və canlı yayımda bu avtomobili bir növ şans olaraq sizinlə oynayacağam. Kimin şansı varsa bu avtomobilə sahib olacaq. Təxmini, hələ təxmini, çünki özü bir xırda xuruş, hələ bu Azər ustanın doğradığı zapların qiymətini hesablamıram. Ən azı bir 20 min pul gedib. Ona görə Roş həqiqətən də öz fərqini bu ölkədə ortaya qoyur. Çox vaxt etmək istəmirəm. Azər usta, çox sağ ol. Zəhmətimi halal elə, doğradığın zapları halal elə. Allah xoşun, Allah xoşun. Bir daha kanala abunə olun ki, növbəti videoları qaçırmayasınız. Sağ olun, öpürəm sizi, var olun.